Eşitmiş olarsınız, el arasında tez-tez yarı zarafat 6 aylıqsan deyə verilən bir sual var. Əsasən səbirsiz adamlara ünvanlanır. İstər-istəməz düşünürsən ki, vaxtından əvvəl doğulanlar səbirsiz olur. Körpənin ana bətnində tamamlaya bilmədiyi həftələrin sayı onun həyatında, sağlamlığında, xarakterində necə iz buraxır? Dünyaya gəldikdən sonra əvvəlki həyatlarında yarımçıq qoyduqları inkişafı tamamlaya bilirlərmi? 6 aylıqsan sualını hansı mənada işlədirsiniz? Kimsə məsəl üçün bir işi görməyə tələsirsə və yaxud da həm tez bazar həm işi eləyirsə, onda deyilir adətən. Biz səbirsiz söz danışsan, səbir yoxdur. Bir axıra kimi dinlə, onda onun mənasını da görərsən, mənasızlığını da görərsən. Kimsə biraz artıq danışana deyir, çox danışana deyir 6 aylıqsan. Yəni tələsirsən, nə olub, nə xəbərdir, dözə bilmirsən, bu qədər səbirsizsən. Az istifadə eləyirəm. Biraz da onun yerinə baxır da. Çox vaxt yeri olmur, düzgün çıxmır. Hər hansı bir məqsədin gözlənmə anı var və o anı gözləmirsə, yəni o ifadə işlənilir ki, yəni siz 6 aylıqsınız, yəni gözləmirsiniz bunu. Anadan yarımçıq olmusan, özü toparlaya bilmirsən, özü saxlaya bilmirsən, yerində danışa bilmirsən. Nəysə düşünmədən, nəysə qərar verməyə tələsən adamlara deyir, ya 6 aylıqsanmı? İnsan səbirsiz olanda deyirlər 6 aylıqsan, yəni vaxtından tez, əsasən 9 aylıq doğanda deyirlər normal uşaqdır, dünyaya gəldi. Amma biraz həddindən artıq tez olanda deyirlər 6 aylıqsa, yəni səbirsiz olanlara. Onkoloq-ginekoloq cərrah Vəfa Rəhimova bildirir ki, dölün inkişafı ana bətnində formalaşdığı üçün hamilə qadınlarda infeksiyaların yaranması dölə birbaşa təsir edir. İnfeksiyalar kiçik xəstəliklərdən doğuş qüsurlarına, dölün ölümünə qədər bir sıra ağırlaşmalara, fəsadlara gətirib çıxara bilər. Dölün inkişafına təsir edə biləcək bir sıra infeksiyalar vardır ki, bunlar çox vacibdir. Hepatit B, insan immun çatışmazlığı. Hamilə xanımlarda yaranan infeksiyalar həm də vaxtından əvvəl doğuş risklərini artıra bilər. Bu da körpə üçün bir sıra sağlamlıq problemləri, o cümlədən tənəffüs çətinliyi sindromu və beyin zədələnməsi ilə nəticələnə bilər. Vaxtından əvvəl doğulanlarda hamiləliyin əsasən 22-ci həftəsindən 37-ci həftəsinə qədər müddətdə olan uşaqlar nəzərdə tutulur. Körpə vaxtından əvvəl doğulubsa, bu deməkdir ki, bəzi daxili orqanları hələ tam formalaşmayıb və onun orqanizmdə bir çox xəstəliklərin inkişafı üçün münbit şərait var. Ağciyər toxuması tam yetişməmiş olur belə uşaqlarda. Sərbəst nəfəs ala bilmirlər. Bədən temperaturunun tənzimlənməsi olmur onlarda. Ona görə belə körpələrə oksigen dəstəyinə ehtiyac duyurlar. Sinməklərinə görə küvesə yerləşdirilir və inkişafını tam bitirənə qədər. Onkoloq-ginekoloq cərrah onu da bildirir ki, bu kimi hallarla rastlaşmamaq üçün xanımlar hamiləliyi həkim müşahidəsi altında başa vurmalıdırlar. Uşaq pediatrı Aida Əliyeva erkən doğulan uşaqların daha çox hansı xəstəliklərlə üzləşdiyi ilə bağlı danışıb. Onun sözlərinə görə bu uşaqlarda nitq problemi, eşitmə və görmə pozuntuları da yaşanır. Hal-hazırda dünyada son 10 ildə 152 milyon uşaq qeydə alınmışdı, hansı ki, vaxtına əvvəl doğulub. Klinikaya düşəndə bu uşaqlarda ən çox gördüyümüz tənəffüs pozuntularıdır, mədə-bağırsaq problemləridir, sarılıq problemləridir. Bu uşaqları biz düzgün qidalandırmasaq, uşaqlarda çəki itkisi çox olur, onların sarılığı daha da çox artır, şəkərləri düşür, uşaqlar daha çox virus infeksiyalarına yoluxması artır. Erkən doğulmuş uşaqlarda psixoloji çətinliklər də yaşanır. Aydan Məmmədovanın fikirlərinə görə erkən doğulan uşaqlar daim nəzarət altında saxlanmalıdır. Erkən doğulan uşaqlarda psixoloji cəhətdən də müəyyən bir çətinlikləri müşahidə etmək mümkündür və bu çətinliklər digər inkişaf dövrlərində də özünü göstərmiş olur. Bu dövrlərdən biri də məktəbə qədər dövrdür. Özündən daha çox qapanıq olurlar. Uşaq ilk dəfə dünyaya gəldiyi zaman ana ilə arasında bir bağ olur və bu bağı emosional olaraq bir-birinə bir enerji vasitəsilə də olsa ötürməyi bacarırlar. Əgər bu olmadığı zaman xəstəxana şəraitində artıq müşahidə altında qaldığı üçün ana ilə bağlantıya keçə bilmir və bu da ana ilə olan bağlılığında zəiflik yaradır. Erkən doğulan uşaqlar daima yəni inkişaf müddətində nəzarət altında saxlanmalıdır. Psixoloq bildirir ki, erkən doğulan uşaqların hissləri, sosiallaşması ilə bağlı valideynlər və müəllimlər inkişaf dövründə daimi nəzarəti unutmamalı və müəyyən tədbirlər görməlidirlər. Aytən Verdiyeva, Arif Əliyev, APA TV.